Qaynanam mənə bir söz dedi, mən də orada gözlədim ki, yoldaşım mənim tərəfimi tutsun, amma tutmadı da, olmadı. Gəldim evə, sən elə onsuz da həmişə beləsən, sən mənim tərəfimi tutmadın. Çox xərcləyirsən deyə biz bu gündəyik. O birisi deyir ki, sən də yaxşı kişi olaydın, belə qazanaydın. Anda zehindir ki, təhlükə var, reaksiya ver də, ya hücuma keç, ya qaç, ya don, bir şey et. Bəlkə mən konfliktdən həzz alıram. Hansı münasibətdə, harda, sən necə, hansı kimliklə çıxış edəcəksənsə, bu sənin heç özünə də bəlli deyil. Kişinin də günahı yoxdur. Qadının da günahı yoxdur ki, o danışmaq istəyir, rahatlayır. 3 il əvvəl falan şey olmuşdu. Dünən də onun ardı oldu. Məsələn, mən ona görə bu gün beləyəm. Hətta konflikt olmayanda mən şübhəyə düşürəm ki, sanki tərəflərdən biri o zaman nəsə orada bir səmimilik yoxdur. Sən haqlı ikən bir də baxırsan ki, haqsız durumuna düşürsən. Hətta bizim ətrafımızda hər zaman olmalı və olmaq məcburiyyətində deyil. Bizi ən çox incidən insanlar, bizi ən böyük xidməti göstərən insanlardır.